Herkese salam. Böyük ehtimalla çoxunuz məni TikTok'dan tanıyırsınız. Yəni oradan gəlmisiniz. Əvvəlcə özümü tanıdım, tanımayanlar üçün də. Adım Nuraydır. 15 yaşım var və 4-cü qrup üzrə hazırlaşıram. Hədəfim isə tibb ixtisasıdır. Bugün sizlərin mənə verdiyi ən çox sualları cavablandıracağam. Çox uzatmaq istəmirəm, ona görə də suallara keçək. Deməli, ilk sualımız budur ki, kimyadan sınaqlar, mövzu sınaqları, bunları hardan tapa bilərəm? Əslində çox adam Telegramı məsləhət görür, amma məncə Telegram çox da yaxşı bir seçenek deyil. Niyə? Çünki Telegramdakı bəzi sınaqların cavabı olmur. Yəni cavabı olmayandan sonra da əgər hazırlığa getmirsinizsə və bunu yoxlayacaq bir müəlliminiz yoxdursa, bunu yazmağınızın sizin üçün çox bir əhəmiyyəti qalmır. Yəni neçə düz, neçə səhv yazdığınızı və s. bilə bilmirsiniz. Mən özüm Instagramdan tapıram sınaqları. Elə əslində YouTube-a falan da yazanda ki, mövzu sınaqları olsun, qarışıq sınağı olsun, bunlar da çıxır. Bir də ki, mən sizə tövsiyə eləyərdim ki, elə bil ki, biz hal-hazırda 2026-cı ildə isə siz 2024-dür, 25-dir, 23-dür, yəni əvvəlki illərin qəbul sınaqlarını işləyəsiniz. Çünki həqiqətən bu çox kömək olur. İkinci sualımıza. İkinci sualımız budur ki, biologiyanı necə yadında saxlayırsan və hansı testləri işləmək lazımdır? Kimya və biologiyadan. Bu il 9-cu sinifi bitirirəm. Bu il 9-cu sinifi bitirirsinizsə, bu sizin üçün çox böyük bir avantajdır. Niyə? Çünki sizin hazırlaşmağa qabaqda hələ 2 iliniz var. Yayda çalışın, hansı fəndən zəifsinizsə, məsəl üçün riyaziyyatınız zəifdirsə, çalışın riyaziyyatınızı gücləndirin. Amma bütün fənləri 6 fənnin birini də, yəni təbii ki də oxuya bilərsiniz, bu sizin öz seçiminiz olar. Amma məncə oxumayın. Çünki onsuz da qabaqdan gələn 2 ildə siz yetəri qədər yorulacaqsınız. Ona görə də istirahətinizə vaxt ayırsanız daha yaxşı olar sizin üçün. Həm də ki, beyniniz sentyabrda siz hazırlıqlara başlayacaqsınız yəqin ki. Beyniniz hazırlıqlarda daha yaxşı işləyər, belə deyim. Biologiyanı yadda saxlamaq məsələsinə gələndə isə, əvvəllər biologiya mənim də heç yadımda qalmırdı. Çox çətinlik çəkirdim bu fənn üzrə. Amma hal-hazırda biologiyanı yazaraq öyrənirəm mən. Məsəl üçün, mən güvəndən oxuyuram və məktəb dərsliklərindən oxuyuram. Bu ikisini də oxuduqdan sonra özümə uyğun, yəni özümə rahat olacaq bir konspekt çıxardıram və dərsi oradan öyrənirəm. Həm də ki, konspekti yazarkən öyrənməyə çalışıram daha çox. Bu mənə dəhşət kömək olur, yəni həqiqətən çox köməyi var mənə. Yoxlasanız, bölüşərsiniz təəssüratlarınızı. Test olaraq isə kimyadan əvvəlcə əlbəttə ki, test toplusu işləməlisiniz. Bu mütləqdir. Test toplusudur, güvəndir, sonra 20 sınaq var. Onu işləyə bilərsiniz, dimin kitabıdır o da. Sonra mövzu sınaqları olsun. Hələ ki, bunlar yadımdadır. Yadıma düşdüklərim olsa, buralara bir yerlərə qoyaram yəqin ki. Biologiyadan da yenə test toplusu, güvən, Time'ın testləri var. O biraz düşündürücüdür, amma işləsəniz lap yaxşı olar. Sonra yenə 20 sınaqlar işləyə bilərsiniz. Bir də ki, əgər müəlliməniz sizə sınaq verirsə, çalışın onlarda işləyin. Ya da elə müəllimənizdən də istəyə bilərsiniz ki, sizə sınaqlar atsın, mövzu sınaqları ya da qəbul sınaqları və s. Amma çalışın tək biologiya, kimyadan yox. Bütün fənlərdən mövzu deyirəm, daha doğrusu bütün fənlərdən qəbul sınaqlarını işləyin. Çünki bu həqiqətən çox kömək olur. Digər sualımız isə budur ki, biologiyadan qeydlər yazırsan, tibbə neçənci sinifdən hazırlaşırsan? Əslində tibbə hazırlaşmaq deyərkən hazırlıqlara bu il başlamışam, 10-cu sinifdə, sentyabrda başlamışam hazırlıqlara. Amma yəni belə də baxanda 6-cı sinifdən özüm imtahan verəcəyim fənləri artıq bilirdim ki, tibbə verəcəm mən gələcəkdə. Ona görə də biologiyadır, kimyadır, yəni fənləri özüm oxuyurdum, hazırlığa getməmişəm. Bu il başlamışam hazırlığa blok fənlərinin. Mənim tək problemim fizika olub. Fizikanı əsla başa düşməmişəm, oxuya da bilməmişəm. Demək olar ki, onsuz da fizikanı bu il öyrənmişəm. Fizika xaricində digər fənləri 6-cı sinifdən oxuyurdum. Hazırlaşmağa isə, yəni tam hazırlaşmağa bu il başlamışam 10-cu sinifdə. Qeydlər də ki, bayaq dediyim kimi, qeydlər biologiyadan yazıram, bəli. Bir digər sualımız, salam. Mən 9-cu sinifi bitirirəm. Bu il hazırlıqlara onlayn qoşulurdum. Böyük ehtimal gələn ildə. Amma 11-də əyani gedəcəm və utanıram. Tövsiyə verə bilərsən, əlbəttə.
birincisi bunu mən də çox yaşamışam, dəhşət yaşamışam hətta. Yəni həm məktəb ortam olsun, həm hazırlıqlar olsun, amma yəni bu çox da yaxşı bir şey deyil. Niyə? Çünki siz ora öyrənməyə gedirsiniz və utanacağınız bir şey yoxdur. Əslində mənim fikrimcə, əgər onlayn sizə faydası varsa, elə 11-ci sinifdə də onlayn qoşula bilərsiniz. Düzünü desəm, mən əvvəl onlayn dərsin keyfiyyətinə heç inanmırdım. Yəni effekti olmadığını falan düşünürdüm, amma bu il özümün də onlayn getdiyim hazırlıqlar olduğu üçün, yəni rahatlıqla deyə bilərəm ki, əgər müəllim seçiminiz düzgündürsə, onlayn yəni çox bir fərq etmir. Yəni istəyirsinizsə onlayn da davam edə bilərsiniz. Amma yox, əgər əyani getməyə məcbursunuzsa, onda belə tövsiyə verə bilərəm ki, heç kəsdən çəkinməyin. Elə bir təsəvvür eləyin ki, siz o hazırlığa fərdi gedirsiniz. Siz bir də müəllim olacaq. Bəlkə də fərdi gedəcəksiniz, bilmirəm, amma əgər utanırsınızsa, bu arada həqiqətən fərdi getsəniz daha yaxşı olar. Deməli, yəni utanmayın da, niyə utanırsınız, niyə çəkinirsiniz ki? Siz ora öyrənməyə gedirsiniz və yadınızda saxlayın ki, tutaq ki, mən bu testi səhv yazmışam, onu müəlliməyə demirəm, gizlədirəm. Deyirəm, utanıram, axı müəllimə bunu mənə başa salıb, niyə bilmirəm falan, belə düşüncələr çox olur. Çünki mən özüm də çox belə düşünmüşəm deyə bilirəm. Siz o testin səhvlərini demirsiniz, onlar yığışır. Sonra o səhvlər yığışır, daha böyük bir səhvə yol açır. O səhv də odur ki, siz imtahanda o sual, yəni bilə bilmərik axı biz ora nə düşəcək. İmtahanda o sual bəlkə düşdü və siz yaza bilmədiniz. Onda həqiqətən o peşmançılığınız heç nəyə fayda eləməyəcək. Ona görə də əsla utanmayın. Bilirəm, əslində çox adamın öz əlində olmur. Amma yenə də çalışın, əsla utanmayın, çəkinməyin. Bilmədiyiniz şeyə 10 dəfə də olsa, 100 dəfə də olsa soruşun. Çünki siz ora müəyyən bir ödəniş edirsiniz və siz ora öyrənmək üçün gedirsiniz. Müəllim də sizi öyrətmək üçün var, yəni. Siz məsəl üçün inanın ki, bir sualı bilmirsinizsə, heç kəs fikirləşməyəcək ki, bu sualı niyə bilmir? Yəni belə bir şey olmayacaq. Sadəcə bu psixoloji cəhətdir biraz da, yəni kompleksdir də bildiyiniz. Yəni ona görə də utanmaq, çəkinmək lazım deyil məncə. Hazırlıqlarda hətta heç lazım deyil. Digər sualımız, mən bir sual vermək istəyirəm. Mən 8-ci sinifəm, 4-cü qrupa vermək istəyirəm. Amma bəzən düşüncə gəlir ki, yığa bilmərəm. Fizikam, kimyam çox yaxşı deyil. Biologiyam isə ortadır. İngilis dilim də yaxşı deyil. Mən hansı vəsaitlərdən istifadə edərək özümü təkmilləşdirə bilərəm? İndidən necə hazırlaşsam 11-də 650 plus yığıb ATÜ-yə qəbul ola bilərəm? Əslində sizin hazırlaşmanız üçün gec deyil. Yəni hətta heç gec deyil. Ona görə də belə fikirləşməyin ki, ay yığa bilmərəm, ay olmaz. Yəni belə düşüncələr hamıda olur, bilirəm. Yəni çox tibbə hazırlaşanların, nəinki tibb, ümumiyyətlə abituriyentlərin çoxunda belə düşüncələr olur ki, ay birdən yığa bilmərəm. Bir də niyə olur, onu da deyim. Çünki ətrafımızda, inanıram ki, yəni hamının ətrafında var. Ətrafınızda sizi həvəsdən salmağa çalışan insanlar olur. Buna görə də siz bəzən belə qaranlıq düşüncələrə qapılırsınız ki, birdən mən yaza bilməsəm, valideynlərimin fəxri ola bilməsəm, nə olacaq? Amma belə düşünmək, inanın, vaxt itkisindən başqa heç bir şey deyil. Yəni bu düşüncəyə qədər oturub siz bəlkə də 10 test işləyə bilərdiniz, məsəl üçün deyirəm. 8-ci sinifsizsə yaxşıdır. Fizika, kimya çox yaxşı deyil. Olsun, mənim də fizikam dediyim kimi heç olmaz, yəni çox yaxşı deyil, yəqin ki, bir bazanız var da sizin, ona görə çox yaxşı deyil yazmışsınız. Amma mənim ümumiyyətlə kimyamı demirəm, fizikam yox idi, fizikanı bu il öyrənmişəm mən. Ona görə də əsla elə şeylər problem eləməyin. Vəsaitdən çox da mən deyərdim ki, yəni test işləməkdən çox YouTube-da video izləkləri olur. Onlara baxsanız sizin üçün daha yaxşı olacaq. Çünki heç olmasa yəni bir baza qurmuş olacaqsınız da özünüzə. Sonra onu testlə təkmilləşdirə bilərsiniz. Testlə test toplusu işləyə bilərsiniz. Test toplusundan başqa da güvən, yəni bu ikisi məncə kifayət eləyər. Başqa artıq bir şey ehtiyac yoxdur. Çünki onsuz da hələ 8-ci sinifi yəni təzə bitirirsiniz yəqin ki, 9-a keçirsiniz. 9-da da buraxılış imtahanı falan olur. Ona görə də yay boyu yəni bu testlərlə, elə bu arada oxumaq olaraq da, vəsait olaraq da güvəni oxuya bilərsiniz. Mən özüm bütün fənləri güvəndən oxumuşam. Bir dənə fizikanı Hikmət Mehdiyevin kitabından oxuyuram. Onun xaricində bütün fənləri Azərbaycan dilisi olsun, riyaziyyat olsun güvəndən oxuyuram. Yəni bir zərərini də görməmişəm, belə deyim. İnşallah 650 plus yığarsınız. Bir digər sualımıza,
Mən 4-cü qrupa hazırlaşmaq istəyirəm və bu qrupun bütün fənlərindən kitab tövsiyəsi verə bilərsən. Əlbəttə verə bilərəm. Əvvəla bütün fənlərdən, yəni mən özüm işlədiklərimi deyəcəm. Bəlkə sizə uyğun olmaz olar, orasını bilə bilmirəm. Ancaq mənim işlədiklərim bütün fənlərdən test toplusu, onsuz da bu vacibdir. Bütün fənlərdən güvən, mən bunu da işləyirəm hamısı, bütün fənlərdən yəni. Sonra əvvəlki ilin qəbulları, bunu bayaq demişdim əslində, amma yenə də. Əvvəlki ilin qəbullarını işləyə bilərsiniz, bu da çox vacibdir. Sonra nə işləyə bilərsiniz? İngilis dilindən Dünya Nigar kitabı var, adı elədir də, yəni Dünya Nigar yazsanız çıxar. Onun da kitabları çox yaxşıdır. Hətta təzəlikcə bir kitab çıxardacaq 2027-də imtahan modelinə uyğun. Çıxıb mı bilmirəm, tam xəbərim yoxdur. Amma əgər çıxıbsa onu da ala bilərsiniz. Yəni məncə onun kitabları yaxşıdır. Həm test olsun, həm reading listening olsun. Yəni yaxşı kitabları var bir sözlə. Mən özüm işlətmişəm. Çox yaxşı kitablardır. Sonra Azərbaycan dilindən mən ümumiyyətlə belə deyim, bütün mətn kitablarını işləyirəm. MHM işləyə bilərsiniz. Məsələn, RM var, onu işləyə bilərsiniz. Bir də yaşıl bir kitab var, adı yadıma gəlmir indi, qoyacam buralara bir yerlərə. Onu da işləyə bilərsiniz. Mətn kitabıdır və çox yaxşı bir kitabdır da. Yəni hətta 2023-dəki telekinez mətni var idi buraxılışda, 11-lərin yaralı yeri. O mətn də həmin o yaşıl kitabın içində var, dediyim kitabın içində. Sonra riyaziyyatdan dəyərin kitabı var, onu işləyə bilərsiniz. Onsuz da Google-a yazanda şəkli çıxır, ona görə də şəklini qoymayacam hamısının. Sonra nə işləyə bilərsiniz? Biologiya, kimyanı onsuz da bayaq dediyim üçün demirəm. Fizikadan məsəl üçün bizim müəllimimiz bizə 1992-dən olan bütün qəbulları işlədib. Biz dimdən işləyirik və güvəndən işləyirik. Bundan artıq bir şey eləmirik hələ ki. Yəni siz də belə eləyə bilərsiniz. Belə, yəni bu qədər. Suallarımız bitdi. Ümid edirəm bu video sizin üçün faydalı olmuşdur. İstəyirəm indən belə yəni videolarımda müəllim tövsiyəsi olsun, ya ayrı-ayrı fənlərin tövsiyəsi olsun, belə bir şeylər çəkim. Yenə də sualınız olsa yorumlara verə bilərsiniz. Yenə cavablandıraram. Çox sağ olun videomu izlədiyiniz üçün. Sağ olun.